Hər vaxtınız xeyir olsun dostlar. Bu günləri peyvəndlər haqqında söhbət eləyəcəyik. Fransada 11 dənə məcburi peyvənd vardı. Yadımdan çıxmasın deyə kağız götürmüşəm əlimdə. O peyvəndləri artıq 2 aylıqdan etibarən başlayırlar vurmağa və hər dəfəsində 4, 5, 6 dənə peyvənd vururlar. Dozalarda dəyişir də, eləsi var 1 doza, eləsi var 2 doza, 3 doza vurulur. Hansılardı o 11 dənə məcburi olan peyvənd Fransada? Demək, difteriyadır, tetanosdur, uşaq iflicidir, göy öskürəkdir, hemofilus influenzanın tip B-sidir, hepatit B-dir, sətəlcəmdir, sonra meningitin B-sidir, menenjikok deyirlər Fransada, menenjikok B, sonra qızılcadır, qulaq dibidir və məxmərəkdir. Bütün bu xəstəliklərə qarşı peyvəndlər məcburidir, yəni Fransada. 2018-ci ildən etibarən məcburidir. Bunların fransız dilində versiyası demək difteriya, difteridir, tetanos, poliomiyelit uşaq iflici, kokluş, göy öskürək, hemofilus influenza B elə eyni şeydir Azərbaycan və fransız dilində, hepatit B, hepatit B-dir, pneumakok sətəlcəmdir, menenjikok meningitdir, rujol qızılcadır, oreyon, bizdə deyəsən buna parotit deyirmişlər. Parotit və qulaq dibi ikisi də gedir. Rübeyol da məxmərəkdir. İndi baxaq görək hansılar hansı ayda vurulur. Demək, 2 aylığına gələndə qruplaşdırılmış bir peyvənd vurulur. O qrup peyvəndinə biz deyirik DTCAP, yəni difteri, tetanos, kokliş, poliomiyelit. Difteriya, tetanos, göy öskürək və uşaq iflicidən, poliomiyelit, uşaq iflici, poliomiyelit. Birinci doza bu vurulur 2 aylıq olanda. Ondan sonra eyni vaxtda HIV deyilən bir şey vardı. Hemofilus influenza tipi B. Buna qarşı vurulur. Hepatit B-yə qarşı vurulur. Sətəlcəmə qarşı vurulur və menenjikok B vurulur. Meningitin B versiyasına qarşı. Bunlar 2 aylıq olanda vurulur. Görürsünüz, neçə 5-6 dənə peyvənd vuruldu. 3-cü aylığına gələndə uşaq, onda bu meningitin B versiyasının 2-ci dozası vurulur. Menenjikok B vurulur. Bicədnə peyvənd vurulur. 4 aylığına gələndə o bayaqları vurduqları çoxlu peyvəndlər var idi, qruplaşdırılmış peyvəndlər. Onların hamısının 2-ci dozası vurulacaq indi. Onu bir də deyim, DTCAP, difteriyadır, tetanosdur, göy öskürəkdir və uşaq iflicidir. Sonra hemofilus influenza B, hepatit B və bir də sətəlcəm, pneumakok. Bu 4 aylıq olanda vuruldu uşaq. Ondan sonra 5 aylığına gələndə bu bayaqları vurduqları menenjikok B-in 3-cü dozasını vuracaqlar. Meningitin B versiyası. Sonra gəldik 11-ci aya. 11-ci aya qədər uşağı sakit buraxdılar. 11-ci aya gələndə bayaqları vurduqları o qrup peyvəndin hamısını 3-cü dozasını vuracaqlar. DTCAP, yəni difteriyaya qarşı, tetanosa qarşı, göy öskürəyə qarşı və uşaq iflicinə qarşı, sonra hemofilus influenzaya qarşı, hepatit B-yə qarşı və sətəlcəmə qarşı, pneumakok. 11 ay olanda bunların 3-cü şeyini vurdular. Dozasını vurdular. Bitdi də, 3-cü doza ilə bitdi. Yəni bunlar həmin bu saydıqlarım 3 doza ilə olur, vəsiyo. Sonra 12-ci aya gəlirik. 12-ci aya gələndə yeni bir peyvənd vuracaqlar. ROR deyirlər buna. ROR. Rujol, oreyon, rübeyol. Rujol qızılcadır, oreyon qulaq dibi, parotit də deyirlər, qulaq dibi də deyirlər və rübeyol da məxmərəkdir. ROR-i vururlar. Birinci dozasını və o birinci dozanı vuranda bayaqki menenjikok var idi. Onu 3 dozada vurmuşlar. Bu da 4 dozada vurulur. Bunun 4-cü dozasını vuracaqlar. Yəni 12 aylıqda 2 dənə peyvənd vururlar. 16-18 aylığa çatanda da bu ROR-in, yəni rujol, oreyon və rübeyolun deməli 2-ci dozasını vuracaqlar. Bu da qrup peyvəndidir. Yəni qızılca, qulaq dibi və məxmərək. Bu bitdi. Yəni 2 doza ilə bitir. Bunu da vururlar neçə yaşında? 16-18 aylığına çatanda, yəni 1 yaş yarımında. Ondan sonra da 6 yaşında bir elə bir
yeniləmə olacaqdı. 11-13 yaşında bir yeniləmə olacaqdı. 25 yaşında bu tetanos üçün yeniləmə olacaqdı. Tetanosu deyəsən hər 10 ildən bir vururlar. 25-də olur, ondan sonra 35-də olur, ondan sonra 45-də, 55-də, 65-də, yəni belə 10-10 dəyişir. Yəni mən vurdurmamışam, amma tetanosu vurdurmaq lazımdır. Xüsusilə şeydə işləyənlər, dəmirlə falan, metalla falan işləyənlər desən məsləhətdir ki, vursunlar. Həvs yox. Bu qədər. Yəni bunlar artıq 25 yaşdan sonra məcburi deyil də. İstəsəz vurdurarsınız, istəsəz yox. Amma 18 aylığına qədər vurulan bu peyvəndlər saydıqlarımın hamısı məcburidir. Yəni məcburidir. Həkim özü öz nəzarətində saxlayır və baxır da ki, hansı peyvəndlər vurulur, hansılar vurulmayıbdır. Ona uyğun peyvəndləri vururlar. Oldu. Bu da bizim bugünkü videomuzdur. Özünüzə yaxşı baxın. Hələlik sağ olun.